Gəncədə fəaliyyət göstərən Lokomotiv Uşaq Futbol Klubu illərdir həllini gözləyən problemlərlə üz-üzə qalıb. 4 il əvvəl klubun meydançası yenidən inşa olunarkən işlərin natamam görülməsi azyaşlı futbolçuları ciddi çətinliklərlə üz-üzə qoyur. Meydançanın inşa edilməyən soyunub geyinmə otağını məşqçi müəllimlər tərəfindən icarəyə götürülmüş konteyner əvəz edir. Azyaşlı futbolçuların sanitar qovşağa ehtiyacı yarandıqda isə onlar bu avtomobil yolunu keçərək yaxınlıqdakı alternativlərə müraciət etməli olurlar. Yəni problemlərimiz odur ki, uşaqların əynin dəyişmə otağı pis vəziyyətdədir, yəni yoxdur. Yəni müvəqqəti gətirib vaqon qoymuşuq, yəni köynə razdivalkamız uçub. Uşaq verdiyi elə 4 ildir vədlər eşidirik ki, bura nəsl eləyəcəklər, yəni hələm heç nə yoxdur, gözləyirik hələm. Məşqçi müəllimlərin sözlərinə görə, mövcud çətinliklərin həllinə dəstək üçün həm meydançanın inşasına həyata keçirilmiş AFFA-ya, həm də əməkdaşlıq etdikləri Kəpəz Peşəkar Futbol Klubuna olan müraciətlərinə hələ ki müsbət reaksiya verilməyib. Yəni biz burada əziyyətlə, yəni burada uşaq yetişdiririk. Yəni bu 4 il ərzində də yəni 25-26 dənə uşaq yetişdirib vermişik Kəpəz Futbol Klubuna. Kəpəzə uşaq futbolundan hər il UEFA-dan uşaq futbolunun inkişafı üçün pul ayrılır. Yəni o paltar dəyişmə otağında Kəpəz tikməlidir. Yəni bunu AFFA-dan da dedilər, yəni Sərxan Hacıyevin özü də dedi, yəni o vaxt baş katibi idi. Məsələ ilə əlaqədar Kəpəz Futbol Klubundan bildirilib ki, UEFA-dan kluba daxil olan vəsait akademiyaya xərclənir. Yəni, hər hansısa bir uşaq futbol klubuna vəsaitin yönləndirilməsi tələbi yoxdur. Buna baxmayaraq, Kəpəz Futbol Klubundan verilən məlumata əsasən, Lokomotiv Uşaq Futbol komandası ilə rəsmi əməkdaşlıq olmamasına rəğmən texniki bazasının yaxşılaşdırılması üçün soyunub geyinmə otağı yaxın zamanda hədiyyə olaraq təqdim ediləcək. AFFA-dan isə bildirilib ki, qurum tək Gəncədə deyil, bölgələrdə də meydançalar tikir. Amma sözügedən meydançanın tikintisi zamanı isə soyunub geyinmə otağının tikilməsi nəzərdə tutulmamışdı. Rasim Əziz, Əli Cəfərov, Fərrux Qafarov, İdmanda bugün.